Hər vaxtınız xeyir, dəyərli izləyicilərim. Bugün sizin suallarına cavab olaraq bu videonu çəkirəm və uzun müddət soyuducumda saxladığım qat-qat xəmirdən hazırladım ki, sizə göstərim. Alınır, çox gözəl də alınır. Ayrıntılarını isə sizə göstərirəm. Bu Türklərin ev paxlavasıdır və çox asanlıqla da hazırlanır. Şərhlərdə verilən suallara cavab olaraq bu videonu çəkirəm. Hazır xəmirdən şirniyyat bişirmək istəyirəm deyə mənə mesajlarda yazıblar. Gəlin göstərim necə eləmək lazımdır. 1 stəkan şəkər tozu götürürəm. Stəkanım 200 ml idi. Üzərinə 1 stəkan yarım su əlavə edirəm. 2 dilim də limon kəsib qoyuram. Qoyuram ocağın üstünə 10 dəqiqə yavaş-yavaş qaynasın. Xəmiri buzluqdan çıxardıram. Bilirsiniz ki, bu xəmiri buzluqda saxlamaq lazımdır. Alınmamağının səbəbi də ancaq ondadır ki, buzluqdan çıxardan kimi başlayırsınız işləməyə. 25-30 dəqiqə qoyun qalsın, yumuşalsın. Sonra biraz nazildim. Mən 4 yerə böldüm. Siz istəsəz 2 yerə də bölə bilərsiniz. Və indi içərisinə içliyimizi əlavə edirik. İstədiyiniz içlikdən istifadə edə bilərsiniz. Məndə bugün püstə və badamdır və beləcə qatlayıram bunu. Onu da deyim ki, alarkən tarixinə mütləq baxın. Özünüz saxlayırsınızsa buzluqda uzun müddət, bu 6 ayı keçməsin və baxmayaraq ki, o öz qablaşdırmasındadır, onu yenə də əlavə bir paketin içərisində qoyun ki, qurumasın. Çünki vaxt keçdikcə bu yavaş-yavaş bağlı da olsa quruyur. İşte əgər elə bir hadisə baş veribsə, onda kəsəndən sonra bunun qıraqlarını bir azacıq fırça yardımı ilə yaşayın. Və salam yığıram soba tavasına. Mən burada kağız salmışam. Kağız salmasaz da olar. Bir-birinə lap yaxındır qoya bilərsiniz. Daha sonra bunun üzərinə əvvəlcədən əritdiyiniz yağı əlavə eləyəcəksiniz. Hər birinin üstünə dəymək şərti ilə. Baxın, qaşıqla götürürəm. Hər birinin ən çox da o kəsik yerlərinə dəysin ki, yaxşıca qalxa bilsin. Sobanı 180 dərəcəyə salın və ya daha çox ateşdə də bişirə bilərsiniz. Amma ən yaxşısı 180 dərəcədir ki, xəmirin qatları çox nazikdir, üzü altı yanmasın. Sobaya göndərirəm. Sobada baxın, bu cürə yağın içində qaynaya-qaynaya bişəcəklər. Yağı nə qədər az olursa, o qədər də qatların sayı az olacaq. Onu da nəzərinizə çatdırmaq istəyirəm. Altı üstü, baxın, bu cürə qızardı. Çıxardırıq, qoyuruq bir 5 dəqiqə soyusun. Çox yox, 5 dəqiqə kifayətdir. Və şərbətiniz sizin artıq soyuyub, çünki onu birinci hazırlamışdınız, elə deyilmi? Şərbəti götürürük və yenə də hər birinin üstünə mən əlavə edirəm. Siz bol şərbətli istəyirsinizsə, elə onu belə qalın halda çömçə ilə götürüb tökə bilərsiniz. Xırçıltılı, ləzzətli şirniyyatınız hazır oldu. Bayramlarda istifadə edə bilərsiniz. Hələlik sizlə xudahafizləşirəm. Bəyəndinizsə like edin, abunə deyilsinizsə abunə olun. Gələn videolarda görüşmək üzrə. Şərqiyə xanımdan bugünlük bu qədər.